Olur, baba qurban, yeməyini niyə yemirsən? Babanı əsəbləşdirirsən ha sən? Mən o yeməyi sevmirəm baba, yeməyəcəm. Nə tapıb yeyiriksə ona şükür elə. Yeməyini ye. Yeməyəcəm. Nə hazırlayayım sənin üçün Uğur? Nə yemək istəyirsən? Sən çox yeyirsən, xoşlamırsan. Evdə nə hazırlanırsa ondan da yeməlisən. Səndən ötürü cürbəcür yeməklər pişəs deyil. Küçək uşağı ilə danışmırsan ha? Bilirsən o sənin evladındır. Mənim nəvəmdir. Biraz diqqətli ol uşaqla danışanda. Sənin nəvən qudurub, Qudurdubsan onu elə deyə. Uşaqdır, uşaq yerini bilsin. Sən mən dedim dur stoldan. Bura gəl. Eşitmirsən sən? Otur aşağı. Duran odur. Sən görürəm. Nə oldu? Xoşuna gəlmədi uşaqla belə danışmağım. Özünü gördün mənə baxanda? Nə tez yaddan çıxarmısan hər şeyi? Sən deyildin mən döyə-döyə yemək yedizdirən? Sən deyildin mən evə üstümü batırıb gələndə günlərlə otaqda kilitdə saxlayan? Hə? Sən deyildin mamam vurma deyib qabağına keçəndə onu da gözümün qabağında döyən? Buna sözlə danışırsan məndən. Mən səni döysəm də, söysəm də sən mənim oğlumsan. Səni böyüdü başa çatdıran mənəm. Camaat su piyəndə mən sənə ət yedizdirmişəm, yağbal içində böyütmüşəm. İnsan atana cavab qaytarsan? Evə çörəyi alıb gətirmək atalıq sayılır. Sən səhv bilirsən. Ata olmaq, pul qazanıb boğaza baxmaq deyil. Ata olmaq, səsini yüksəltmədən, əlini qaldırmadan övladının arxasında dağ olmaqdır. Sən vaxtında həqiqətən atalıq eləmiş olsaydın, indi o uşaq da qabağına qoyulan hər yeməyə mız qoymazdı. Nuş olsun sənə. Ana, ata niyə mən elə əsəbləşdi ki? Qınamaya onu. Bu aralar işləri yolunu getmir. Normal yuxuda yatmır. Ona görə də nə etdiyini bilmir.